Nə zaman insan bu günlərə dəyər verə bilməz? İmanı zəifləsə, bu günlərin xeyrini bilməsə, deməli fürsəti əldən itirmiş olur. Yəni bu günlərdə insan tövbə edər, çoxlu dua edər, çoxlu Allah'a zikr edər. Və Allah buyurur Həcc surəsi 28 ayədə və müəyyən günlərdə Allahın adını zikr etsinlər. Yəni müəyyən günlər adlandırır. Bu 10 günü. Zikir nədir? Yəni daha çox zikr edilən günlərdir. Allah'a çoxlu zikr etmək. Yəni bu gündə sənin deməyin ki, Subhanallah kəlməsi il içərisində edilən bütün günlərdən üstündür. Bir gün orucu il içərisində tutulan, yəni Ramazan xarici, bütün müstəhab oruclardan üstündür. Bu günlərdə verilən sədəqə, baxın, il içərisində bütün verilən sədəqələrdən üstündür. Nə qədər artırır? Çox-çox Allah təala nə edir? Artırır. Yəni çoxlu zikir, dua, bağışlanma diləmək. Baxın, nə deyir Allah Teala Qüdsə hədisdə? Qulum mənə vacib olan ibadətlə yaxınlaşdığı qədər mənə heç bir şeylə yaxınlaşa bilməz. Vaciblərdən sonra müstəhəblərə yaxınlaşarsa, mən onu sevərəm, Allah Teala buyurur. Yəni, bu günlərdə namazları vaxtında qılmaq, təvazükar, sidq ürəyin Allaha dua eləmək, çoxlu zikr eləmək.